Əgər kameradırsa, necə olur Elgünün qatilləri tapılmır? Elgünün qətilinə gedən yolda kameralar işləmirdimi? Tamam da ondan öncəkilər ki işləyirdi. Bilmirəm, bəlkə elə həmin gün bütün kameraları söndürüblər. Bilmirəm ki, nə baş verir. Adam içərisindən danışdıqca çıxa da bilmir ki, əslində nə yaşanır. Hər gün baxırıq, bu dəqiqə xəbər gələcək. Rəsmi açıqlama veriləcək. Elgünün qatili tapıldı. Gəncə Azərbaycan deyil də deyəsiniz ki, uçsuzdur, bucaqsızdır. Və yaxud da ki, bilmirəm, sərhədləri genişdir. Gəncə o deyil, valla Gəncə o deyil. Və kameralara üsyanım gəlir ki, niyə görmədiniz, niyə lent almadınız, ya gördünüzsə niyə gizlətdiniz, bilmirəm, onların da dili ağzı yoxdur ki, cavab versin. Gəncə bu boydadır da və bu boyda yerdə qatilləri tapmaq üçün nə qədər zaman tələb olunur, bu boyda mı zaman tələb olunur, bu boyda zaman artıq keçdi. Və bu qatil ildırım sürəti ilə göyə uça bilməz də, heç mümkün deyil. Demək ki, bu yerdədir, bəlkə də yanımızdan ötür keçir, bəlkə də bizim çıxışlarımıza baxıb gülür ki, görə ölkəni silkələmişəm.